Konuş artık. Salam əziz şagirdlər, videoya xoş gəldiniz. Bugün ətraflı suallarının ikinci videosundayıq. Çox qəşəng, çox mükəmməl suallar seçmişəm sizin üçün. Bu adam Oradan oynuyor. Kalpten oynuyor. bitti, anladın mı? Sırf dimin proqramına uyğun suallardır. Əslində uşaqlar, əvvəllər yəqin ki imtahan suallarını görmüsünüz, 11 buraxılışlarını. Oradakı ətraflı sualları nə tipdə olur? Məsələn, həndəsi bir fiqur ola bilər, yaxud bir məsələ verə bilər, bir şəkil çəkər, onunla bağlı sual verər, yəni hər hansı bir şəkil, yaxud bir qrafik sualı verə bilər. Mən də onlara uyğun suallar yığıram. Bu adam oyunu icat eden adam. Uşaqlar, ona görə İnanıram ki, bu sualların hamısını işləsəz, sizə çox fayda verəcək və sabah imtahanda bu tipdə suallar görəcəksiniz. Çünki sual tipi, yəni nə qədər fərqli suallar var ki, həmişə eyni tipdə suallar olur. Ona görə mütləq bu konsepti axıra qədər izləyin. Biz isə gəlin başlayaq suallarımıza, çox uzatmayaq, sizin də vaxtınızı almayaq. Yəqin hal-hazırda ekranı görürsüz. Qrafikdə maşının sürətinin zamandan astığı verilmişdir. Maşın 11-ci saatdan sonra sürətini dəyişməmişdir. Yəni düşünün ki, buradan bax, əvvəl sürəti başqa imiş, sonra biraz bu bucağı dəyişib, sonra biraz da bucağı dəyişib, amma davamında bucaq dəyişmir, artıq bu düz gedir. Yəni sürət sabit qalır. Amma burada sürət sabit deyil. Fikir verin, yavaş-yavaş yuxarı qalxır. Orada saatla da onu görə bilərsiniz. Yəni məsələn ilk 5 saatda 20 km gedib, sonrakı 6 saatda 5-dən 11-ə 24 km gedib və s. bu dəyişir artıq. 1 saatdakı sürəti fərqlidir. Deyir ki, maşın yalnız ilk 5 saatdakı sürəti ilə davam etsəydi, 20-ci saatda qrafikə nəzərən gedəcək yoldan nə qədər az yol getmiş olacaqdı. Gözəl sualdır. Ümumiyyətlə buradakı bütün suallar gözəl suallardır. Mən bunları oxuyub yazandan sonra baxıram ki, həqiqətən gözəl suallar seçmişəm. Can biz de birileriyiz yani. Yəni özümü tərifləmək üçün demirəm təbii ki bunu. Sadəcə sualları görəndə sevinirəm ki, nə gözəl suallar var. Müəllifləri əslində burada. Hocam belirtmişən olur. sus be. İlk 5 saatda 20 getdim, sonra 44, sonra 68-ə qədər gəldim. Yəni ilk 14 saatda 68 kilometr getdim. Bu rəqədə problem yoxdur. Davamında sürətimi dəyişməmişəm. Yəni burada məsələn baxın 3 saata nə qədər yol getdim? Deməli 24 kilometr. 3 saatda 24 getmişəm. Onda 1 saata nə qədər olacaq? 1 saatda 24 bölünsünüz saatda 8. Deməli mən 1 saatda 8 kilometr gedirəm. Razıyıq mı? Razıyıq. İndi 14 saatda onsuz da 68 getmişdim. Orada fərqli sürətlər var idi. Amma artıq 3 saatdan sonra sürət dəyişməyib. Onda mən fikirləşirəm ki, 14-dən 20-yə qədər 6 saat vaxt var. Həmin 6 saatda hər 1 saatda 8 getsəm, 6 vur 8, 48. Düzdürmü? 68 getmişdim. Davamında sürətim dəyişməyib deyə 3 saatda 24 getmişdimsə 1 saatda 8 getmişdim. Onda 14-dən 20 saata qədər 6 saat ərzində də hər saatda 8 gedərəm deyə 48 kilometrdə yol getdim. Onda 68 üstə gəl 48. Bu oldu 116. Bu yadda qalsın. Bu bizim bu sürətlə getsəydik gedəcəyimiz yol idi 20 saatda. İndi bizə deyir ki, bu daha sadədir əslində. Deyir ki, ilk 5 saatdakı sürəti ilə, yəni 5 saatda 20 getdiyi üçün, onda 1 saatda nə edəcəyik? 20-ni böləcəyik 5-ə. Deməli 1 saatda 4 kilometr gedirmiş. Onda 20 saatda 20 vur 4, 80 kilometr gedərmiş. Bu daha sadədir. İlk 5 saatda 20 kilometr getmişdi. 20-ni 5-ə böldüm. 1 saatda 4 kilometr gedib. Onda bu 20 saat getsə 20 vur 4, 80 kilometr yol gedir. Bayaq 116 getmişdi. İndi isə 80. Deməli cavabımız nə oldu? 36 kilometr fərq oldu. Başa düşürmü? Əla. Növbəti sualımız. Bir satıcı malı 120 manata alır. Satış qiymətinə 10% endirim eləyərək bu malın alış qiymətindən 20% mənfəət qazanmaq istəyir. Malın satış qiyməti neçə idi? Çətin sual deyil. Diqqətlə baxsaq əslində çətin heç nə yoxdur bu dünyada. Onu göstərmək üçün bu videoları çəkirəm. Bura olsun alış qiyməti, bu olsun satış 1, bu da olsun satış 2. Niyə ayırdım? Çünki fərqli qiymətlər var. 120 manata aldım. Satış qiymətinə 10% endirim elədim. Bu malın alış qiymətindən 20% mənfəət qazanmaq istəyirəm. Onda çox sadə, əgər sən 120 manatdan 20% qazanc eləmək istəyirsənsə, vuracaqsan %120-yə. Sən buradakı 120 manatdan 20% qazanc istəyirsənsə, 120-ni 20% artırdım. Bu sıfırla bu gedəcək, bu sıfırla bu getdi, 144 manat. Deməli uşaqlar, mən bunu 144 manata satmaq istəyirəm. Aldım 120-yə, 144-ə satdım. Amma satış qiymətinə 10% endirim etmişdim. Mövzu budur. Əvvəl məsələn 100% idi mənim satış qiymətim, düşdü 90%-ə.
Burada məsələn satış qiyməti 100% idisə, düşdü 90%. Bunu başa düşürükmü? 10% endirim eləyib 144-ə satmışam. İndi fikirləşirəm görəsən, 10% endirim eləyib aldığım bu 144 manata, o 10% endirimi eləməsəydim neçə manat olacaqdı? Kim istəyər tənasüb qurar, kim istəyər deyər ki, müəllim çox sadə. 90% bu ədədin 144 imiş də. Bir ədəd var, onun 90% 144-dür. Faizinə görə ədəd tap. 144-ü müəllim 100-ə vuraram, bölərəm 90-a. Bu sıfırlar getdi. 144-ü 9-a böldün 16, 160. Deməli bu əvvəlcə 160 manata bunu satmaq istəyirmiş. X-lə də yaza bilərdik, elə də yazaram istəsəz. İstəsəz deyənə görə şərhlərə yazın, sonra videomu bir də çəkərəm. Malın satış qiyməti neçə idi? Malın satış qiyməti 160 manat idi əvvəl. O sadəcə 10% endirim edib 144-ə satmışdı. Bir də bu cür deyim, X-lə deyim. Birinci satış qiyməti X manat olsun. Tutaq ki, mən X manata satmaq istəyirəm. 10% endirim eləsəm, onda 9X. 10%-də, yəni neynirsən? X-i vurursan, %90-a. 10% azaltmaq üçün olur, onda 9X. Bu oldu mənim satış qiymətim. Yekun satış qiyməti. Deyir ki, 20% mənfəət qazanmaq istəyir. 120-ni 20% artırdığın zaman oldu 144. Həmin bu onda 9x 144 imiş. Oradan da tənlikdə nə edəcəksən? X tapacaqsan. Onda 9x bərabərdir 144. Hər tərəfi 10-a vur. 90 olmaz müəllim. 9 olar 10-a vursaq. 9x bərabər, bir dənə 0 at. X bərabərdir. 144-ü 9-a bölsən 16, bir dənə 0 yanında 160 manat oldu bizim satış birimiz. Başa düşürükmü? Ən azından bunu məncə başa düşdünüz. Bilmiyorum, gerizekalıyım herhalde. Burayı beynim algılamıyor. Deyir ki, şəkildə hovuzun dibində. Bu çox gözəl sualdır. Bu inanılmaz. Həqiqətən də bu sual Bu muazzam. sualdır. Bunu deyə bilər ki, müəllim, bu imtahana düşməz. Başımı boruya vuracağım şimdi bak. Düşər əzizim, düşər. Niyə düşməsin? Çünki buna oxşar sual, məsələn bu hissəsi yoxdur sualın, bu hissəsi. Amma hovuzun bir ortasında, bir də aşağısında kran var. Bu model suallarda var idi. Özü də buraxılışın model suallarında. Mən bunu izah eləmişəm əvvəllər. Bəlkə də görmüsüz. Din belə soruşur bölməsində izah eləmişəm. Din belə soruşur konseptinin adi və onlu kəsirlər hissəsində, ikinci bölümündə yəni. Üçüncü bölüm bu arada yaxında gələcək. Bilmirəm. İstəyirsə şərhlərə yazın, o gəlsin. Konseptlərə davam edək. Toplu izah çəkməkdən vallahi yoruldum. Deməli burada nə başa düşürük? Bu qaydaq məsələyə. Yəni düşə bilər, düşə bilməz deyib keçməyin də belə şeylər. Mən burada olimpiada sualı izah eləmirəm. Hamısı imtahan tipli suallardır bunlar. Model suallarda varsa birdən imtahana düşdün, nə edəcəksən? Sən nə edərsən ona? Bir sual çıxsa qarşına. Abi şu adam bir kusursun. İndi buradan fikirləşirəm ki, 3 kran var. Deməli uşaqlar, hamısı bərabər məsafələrdə. Birinci belə düşünərəm ki, bax, bura bir A nöqtəsi yazın, bura bir B nöqtəsi yazın, bura bir C, bura bir D. Baxın, bura AB dilimi olsun. A-dan B-yə qədər su boşaldığı zaman neçə kran işləyir eyni anda? 3 kranın 3-ü də işləyir. Bax, su buradadırsa əgər məsələn, bu yavaş-yavaş aşağı düşəndə hər 3 kran işləyir. Niyə işləməsin ki? Amma su məsələn B-dən aşağı düşsə və bu qədər su varsa deyək ki, oradakı kran niyə işləsin ki? Çünki orada su yoxdur, nəyə boşaldacaq? Artıq 2 dənə kran işləyir. C və D nöqtəsindəki kranlar işləyir. B artıq fəaliyyətini dayandırdı. Biraz da aşağı düşdüm. Su gəldi, çıxdı məsələn bu səviyyəyə. Bu zaman niyə B və C kranları işləsin ki? Çünki orada su yoxdur axı. Yalnız D kranı işləyər. Demək ki, birinci 3 kran işləyirdi, sonra 2 kran, sonra 1 kran. Bura qədər əla. Dərk eləyirik. Yəni uşaqlar bunları dərk eləmək də bir işdir. Bunu anlayırsansa, müəyyən qədər səviyyə atlayırsan. Da düşünməyin ki, müəllim bu sual imtahanı düşmür, mən bunu öyrənməyim. Sən burada öyrəndiyin zaman beyində orada başqa bir neyronla başqa bir neyron qovuşur. Orada əlaqələr yaranır. Hər yeni sual işlədikcə, yeni bir şey öyrəndikcə, bu zarafat deyil bu arada. Elmi əsasları var bunların. Boş biz də Birileriyiz yani. Yəni buradakı suallar sizə fayda verəcək. Hər bir halda qapalı sual yazmağa da sənə fayda verəcək. Ona görə bu videolara yaxşı-yaxşı baxın. Deməli buradan nə deyəcəm? Biraz da sizi gəlir razı salaq ki, diqqətlə baxasınız, o da var. Deməli, mən başa düşdüm ki, burada bu nöqtəyə qədər artıq eyni zamanda bir kran işlədi. Burada 2 kran, burada 3 kran. Həmin o dilimlərdə. Yuxarıda 3 kran, aşağı gəlib 2 kran, sonra 1 kran. İndi mən deyə bilərəm ki, burada 1 kran işləyirsə, bu məsələn işin 18-də 1-ini görür 1 saatda. Çünki niyə? 18 saata şərtdə verib tam boşaldacaq. Bunu bildim. Bəs bu kran necə olacaq uşaqlar? 2 kran işləyir, düzdürmü? Onda 2 dəfə 18-də 1 kimi düşünsən, bunlar ikisi birlikdə işləyir axı. Bu da 18-də 1-ini görür, bu da 18-də 1-ini görür. Oldu 18-də 2, yəni 9-da 1. Deməli bu 9 saata doldurar. Razıyıqmı? Razıyıq. Bəs buna nə qaldı uşaqlar? 3 kran işləyirdi orada. Həm bu A-dan B nöqtəsinə qədər bayaq B yazmışdım bura.
A-dan B-yə qədər hər 3 kran işləyirsə, onda mən belə fikirləşərəm. Birinci işin 18-də 1-in gördü, o da 18-də 1-in, o da 18-də 1-in, 18-də 3. Vurdum bunu, ixtisar apartın 6-da 1. Deməli, bu da 6 saata dolduracaq. Başa düşürükmü? Ya da boşaldacaq deyə, dolduracaq deyə, boşaldacaq. Bura qədər əla. İndi bir də bunu istəyirəm başqa formada izah edim. Davamı yenə deyəcəm. Hələ bunu bir izah eləyək. Deməli, burada fikirləşirəm ki, 3 dənə kran var. Bu kran işlədiyi zaman A-dan B nöqtəsinə qədər 3 kran işləyir. B-dən C-yə qədər 2 kran, sonra 1 kran. Deməli, burada nə var? Kran sayı artır. Kran sayı məsələn 2 dəfə artdığı zaman nə olar? Zaman 2 dəfə azalar. Çünki niyə? İşçi sayını 2 dəfə artırdığın zaman 2 dəfə azalmalıdır. Məsələn, bu nöqtədə 1 kran vardı, burada 2 kran varsa zaman 2 dəfə azaldı. 3 krana getsəm, 3 kran, işçi sayı 3 dəfə artdığı üçün zaman 3 dəfə azalar. 18 saatdan 6 saata düşdü. Məntiqi başa düşürük? Əla. Artıq bunları bilirsiniz. Yəni göstərmək istəyirəm ki, bu doğru yazmışıq da, səhv yazmamışıq. Hə, bunu bildiksə artıq davamı rahat olacaq. Davamı da nə edirik ki, bunu da dərk etmək üçün biraz enerji lazımdır. Anlamazsınız, təkrar baxın. Deyir ki, bizə hovuz doludur, başladıq boşaltmağa. İndi uşaqlar, bu dilimə baxaq. Bax, bu dilimdə A-dan B-yə qədər gəlirik. 3 kran işləyir. Mən burada bu 6 saatı tapmışam ha. Bu o deməkdir ki, 6 saatda hamısı boşalardı. Nə zaman? Cavab təbii ki 6 saat deyil. Burada deyir ki 3 kran eyni anda açılsa, hovuz neçə saata boşalar. Mən onu demək istəyirəm ki, əgər aşağıda 3 dənə kran olsaydı, buradakı kimi, bu hamısını 6 saatda boşaldardı. Hamısını 6 saatda boşaldar. İndi burada 3də birini də 2 saatda boşaldar. İndi deyə bilərsiniz, onda bu da 2, bu da 2, 6 saata boşalsın da. Xeyr, burada axı 2 olmayacaq. Necə orada 2 olsun? Artıq orada kran sayı azaldı. Biz təsəvvür edirik ki, tutaq ki, yəni, əgər ən aşağıda 3 kran olsaydı, 3 kran bütöv 6 saatda boşaldır. Onda 3də birini 2 saatda boşaltdı. Razıyıqmı? Tamamını 6 saatda boşaldırsa 3 kran. Axı dedik, biri işin 18-də birini görür, 3-ü 6-da birini görər 1 saatda. Onda 6 saatda tam boşaldır. Amma aşağıda 3 kran olsaydı, biz yuxarıdakı dilimi fikirləşirdik, orada 3 kran var. 2 saatda 3də birini boşaldır. Artıq bura deyə bilməsən, mənim bu da 2 olsun. Bu necə olacaq? Axı burada bu kran işləmir. Burada aşağı düşdüyün zaman artıq nə oldu? Birinci kran getdi. 2 kranımız var. Razıyıqmı? 2 kran varsa 9 saata tamamını boşaldardı 2 kran olsaydı hovuzun dibində. Onda mən fikirləşirəm ki, tamamını 9 saata boşaldırsa, artıq burada bir dilim lazımdır bizə. 3də biri. 3də birində 3 saata boşaldır. Bayaq da eyni şeydik. 6 saata tam boşaltdığı üçün 3də birini 2 saatda boşaltdı. Bu da 9 saata tam boşaldır deyə 3də birini 3 saatda boşaltdı. Ən axırda isə yalnız bu yazıq qaldı. Bu tək işlerindir. Bu 18 saata tam boşaldırsa 3də bir neçə saata boşaldar? 18 vur 3də 1 6 saatdır. 2 saat burada, 3 saat burada, 6 saat burada, 11 saata tam boşaldı. Başa düşürükmü bunu uşaqlar? Buradakı məntiq var, bir dənə bunu qısaca deyim. Bax, qısa qeyd deyim burada. Bizim təsəvvürümüz bu idi əslində. 3 kran olsaydı uşaqlar, bu da 18-də 1, bu da 18-də 1, bu da 18-də 1. Onda bütövlükdə işin 6-da 1-in 1 saatda görərdilər. Bu o deməkdir ki, 6 saatda tam boşaldarlar. 3-ü də dibdə olsaydı. İndi bunu 3 dilimə bölsəm, onda müəllim hər bir dilimi 3 saatda, 2 saatda boşaldır. Bunu da 2, bunu da 2. Razıyıqmı? Onda eyni zamanda yuxarıda 2 saatda. Sadəcə mövzu odur ki, oradan aşağı düşdüyün zaman 3 kran qalmadı. Ona görə də tətbiq edə bilməzsən. Yalnız yuxarıda 3 kran olduğu üçün dedi orada 2 saat. Biraz uzun danışdım çünki bu sual həqiqətən biraz dərk etməsi çətin sualdır. Ümid edirəm başa düşdünüz. Kafanız hiç basmıyor oğlum sizin ya. Kime ne anlatıyorsunuz? Növbəti sualda bizə deyir ki, bir dülgər şəkildə üzərində uzunluğu santimetrdən verilən 3 taxta parçasını ayrı-ayrı kəsərək bərabər uzunluqda hissələrə ayırır. Dülgər hər kəsim üçün 3 manat alırsa, işin sonunda ən az neçə manat alar? İndi burada uşaqlar biz fikirləşirik ki, bizim məqsədimiz nədir? Biz bunu hamısını bərabər hissələrə ayırmaq istəyirik. 70-i də, 168-i, 280-i də hamısında eyni dilimlər olaraq ayırmaq istəyirik. Təkcə 168-i özlüyündə yox, 70-i də, 3-ünü də yəni. 3-ünü də bərabər bölməlisən. Bütün dilimlər eyni olmalıdır 3-ündə. Sonra bizə deyir ki, bərabər uzunluğu olsun, amma az pul verməlisən. Hər kəsimə 3 manat alırsa əgər, mən də istəyirəm ki, az pul verim. Onda az pul vermək üçün dilimləri böyük götürərəm ki, kəsim az olsun da. Məsələn, 72 yerə bölsə, 28. Bir nə qədər 3 manat verəcəm. Amma onu məsələn 2-2 bölsə, gör nə qədər pul verməliyəm. 2 manat, 3 manat daha doğrusu hər kəsimə görə 3 manat 70-i bölməlidir belə. Çox çəkəcək. Mən fikirləşirəm ki,
böyük bir ədəd tapım ki, o cür bölək. Amma təkcə 70-i bölmürəm axı. 168 və 280 də ondan bərabər hissələrə bölməliyəm. Onda mən hamısını bölən, ortaq bir bölən, amma ən böyüyünü axtarıram. Adı üstündə ən böyük ortaq bölən. Onda yazıram bura əbob. Əbob axtarırıq. 70, 168 və 280. Buradan 14-ü ortaq çıxararıq. Əbob. Buradan 5 qaldı. 16 böl 1, bu 2 oldu, bu da 20 oldu. Elə əbob 14-dür. Demək ki, mən 14 bölməliyəm hamısını. Məsələn, 70, 5 dəfə 14 olduğu üçün, burada bax yazım, 70, 5 dəfə 14. Elə buradan görürük də 12 dəfə 14, 168, 12 vur 14, bir də 280 nə oldu? 20 vur 14. Bunu bildim. Mən 70 uşaqlara bax 5 yerə ayırmaq üçün 1, 2, 3, 4 yerdən kəsdim. Fikir verin. 1, 2, 3, 4, 5. Hərəsi 14 olsa 5 dəfə 14, 70. Demək ki, 1, 2, 3, 4 dənə kəsim elədiyimiz zaman 5 yerə ayırırıq. Bu belə idi də, əslində biz bunu danışmışıq əvvəldə. Məsələn, bir dənə parçanı ortadan böldüm, 2 yerə ayırdım. Bir kəsimdən 2 yerə ayırdım. İndi daha böyük bir parça var. 2 yerdən kəsdim, 3 yerə ayırdım. Başqa bir parçanı 3 yerdən kəssəm 4 yerə ayıraram. Yəni, en kəsim elədiyin zaman nə baş verir? En üstəgəl bir parça alınır. Başa düşürük onu? Əla. Ona görə mən də deyirəm ki, gəlin belə eləyək. Biz buradan, əgər, demək ki, 5 dəfə 14, 5 dilimi ayırmaq üçün 4 yerdən kəsdim. 12 dəfə 14, 12 dilimi ayırmaq üçün 11 yerdən kəsərəm. 20 dəfə 14, 20 yerə ayırmaq üçün 19 dənə kəsim eləyərəm. Niyə kəsimləri tapıram? Çünki mən kəsimə görə pul verirəm. Mənə dilim sayı önəmli deyil. Mən nə qədər yerdən kəsirəmsə ona görə pul verəcəm. Kəsirsə dülgər. Onda 4, 11, 19 oldu, bu 34 mü? 34 kəsim oldu. Hər kəsimə görə ustad nə qədər pul alır? 3 manat. Vurdum oldu 102 manat. Getdi. Gözəl bir məsələdir. Növbəti sualımız. Bu sual çətin deyil uşaqlar. Bunu oxuyanda bunda çətin sual deyə bilərsən, amma əslində çox bəsit sualdır. Burada bir dənə mövzu odur ki, uşaqlar, 60 qram 20% duzlu su var, düzdür? Sən buradan nə qədər götürürsən götür, həmişə 20% duzdur bunun. Məsələn, 60 qramdan 1 qram götürdüm müəllim. Nə olacaq? Yenə 20% duzdur. Çünki bunu tam qarışdırıblar da 20% orada bir məhlul var. İstəyirsən yarısını götür, yenə də yarısının 20% duzdur. İstəyirsən 4də 1-ini götür, yenə 4də 1-ini, yəni 15 qramın da 20% duzdur. O həmişə elə olacaq. Hansı qaba boşaldırsan boşald, yarısını at, yarısını saxla. Əgər ora duz əlavə eləmirsənsə, su əlavə eləmirsənsə, ümumi orada nə qədər məhlul götürürsənsə, orada faiz dəyişmir. Duz əlavə eləsən təbii ki dəyişər. Su əlavə eləsən dəyişər. Su buxarlansa dəyişər. Amma qətiyyən oradan filan qədər götürdün, faizi dəyişdi. Niyə dəyişsin ki? Onun yarısını atsan, qalan yarısı birdən-birə çox duzlu mu olacaq? Yox. Deməli, o dəyişmir. Ona görə birinci qabdakı məhlulun yarısı ilə. Yarısı nə olacaq? 30 qram. 30 qram götürdüm, bu 20%dir. Üçüncü qabdakı məhlulun 4də 3. Üçüncü qabda 40 qram məhlul var. Bunun 4də 3-ünü tapaq. Oldu 30 qram. Buradan da 30 qram gəldi. Amma bu 30 qram neçə faizlidir? 24%. Bax, faiz dəyişmədi. Sadəcə onun 30 qramını götürdüm. Ən sonda isə hamısını boşaldırsan ikinci qaba. İkinci qabda nə var uşaqlar? Burada da yenə 30 qram. Amma 40%. Hamısı 30 qram oldu. İndi məsələ nə oldu? Bizdə ümumi məhlul nə qədərdir? Bizim axı düsturumuz vardı. Qatılıq bərabərdir. Maddə böl məhlul vur 100%. Bizdə maddə hələ tapacağıq. Məhlul amma bilinir. 3 dənə, deməli, bir dənə qabımız var. 30 buradan gəldi, 30 buradan gəldi, 30 da orada var idi. Onda 30 üzərinə gəl, 30 üzərinə gəl, 30 məhluldur. Burada problem yoxdur. Bəs müəllim, maddə nə qədərdir? Bax, buradakı 30-un 20%-i maddədir. Yəni duzdur. 30-un 20%-ini tapsan, oldu 6. 6 buradan gəldi. Burada 30 qramın 24%-i. 30 vurulsun %24. Görək nə olacaq? Bu sıfırla bu sıfır getsə, 7/2. Bu buradan gəldi. Ən sonda isə 30 qramın 40%-i, yəni 30 vurulsun %40. Bu da elə 12 olacaq. Bu sıfırla bu sıfır getdi. 12 də buradan gəldi. Demək ki, nə yaza bilərəm? Deyə bilərəm ki, 90 qram məhlul var. 6 üstə gəl 12. 18, 25/2 oldu, hə? 13, 25 oldu. Bəli, vurdum 100%. Bu sıfırla bu sıfırı apar. Onu vurdun 25/2. 252 oldu. Böldün 9-a. Bu oldu deməli. 2 dəfə 72, 8. 28 faizli nə alındı? Məhlul alındı.
Çox gözəl sualdır. Bu məntiqi anlasaz toplu sualların bir çoxunu rahat yazacaqsınız. Ya da sabah başqa bir məhlul sualı görsəz, nə bilim 3də 1 götürər, 5də 1 götürər. Məsələn mən burada 10 dənə qab qoysam, sonra bu şərtləri desəm nə dəyişir ki? Məntiqi biləndən sonraki götürdüyüm zaman faiz dəyişmir, rahat həll edəcəksiniz. Deyir ki, turist qrupu 2 və 3 nəfərli otaqlı oteldə qaldı. Bax bu sual tam olaraq bütün suallar belədir əslində, amma bu tam olaraq buraxılı sualdır. Sabah bunu imtahanda görsəz təəccüblənməyin. Deyir ki, bizə turist qrupu 2 və 3 nəfərli otaqlı oteldə qaldı. Deməli, otaqlarda qalırlar 2 və 3 nəfərli. Bu qrup 3 nəfərli otaqlardan daha çox 2 nəfərli otaqlara üstünlük verir. Demək ki, 2 nəfərli otaqlarda daha çox qalıblar. 2 nəfərli otağın qiyməti 40 manat, 3 nəfərli otağın qiyməti isə 50 manatdır. 47 nəfərli bu qrup 47 nəfərli bu qrup oteldə qalmaq üçün Konuş artık. 47 nəfərli bu qrup oteldə qalmaq üçün ən az neçə manat ödəyib? İndi burada uşaq gəlin fikirləşək. Baxın, 2 nəfərli otaq 40 manatdır. 3 nəfərli isə 50 manatdır. Bizə necə sərf eləyərdi? Hamısı 3 nəfərli qalsa daha yaxşı olardı. Çünki niyə? 2 nəfər 40 manat verdiyi zaman 1 nəfərə 20 manat düşür. Amma 3 nəfər bir yerdə qaldığı zaman o zaman 1 nəfərə 50 bölü 3 16-dan 3də 2 manat düşür. Onda necə sərf eləyir? Müəllim 3 nəfərli olsa sərf eləyir də 1 nəfərə daha az pul verirsən. Amma bunlar nə ediblər? Bunlar deyiblər ki, biz 2 nəfərli otaqda daha çox qalır. Yəni daha rahat olsunlar deyə 2 nəfərli otaqlarda qalıblar. Bak sen paşama ya. Onda biz avtomatik olaraq çox pul vermişik. Amma nə qədər çox pul vermişik onu tapmalıyıq. Çünki hamısı da 2 nəfərli otaqda qalmayıb da. İndi burada belə fikirləşirəm. 2 nəfərli olsun A sayda, 3 nəfərli isə B sayda. Onda A böyükdür B-dən. Razıyıq ki, 2 nəfərli otaqda daha çox qalıblar. İndi buradakı məntiq biz nədir uşaqlar? Pul az xərclənsin deyə demişdik axı 2 nəfərli otağa daha çox pul gedir. Çünki 1 nəfərə 20 manat düşür. Onda mən fikirləşirəm ki, belə eləyək. 2 nəfərli otaq madəm 3 nəfərli otaqdan çoxdur, heç olmasa bir dənə çox olsun da. Niyə məsələn 10 dənə çox olsun ki? Bir dənə çox olsun. Üstünü veriblər, amma nə qədər çox üstünü veriblər, bir dənə otaq çox olsun. Çünki elə olduğu zaman mən az pul xərcləyəcəm. Nə qədər 2 nəfərli otağı çox götürsən, o qədər ziyana gedirsən. Mən deyirəm ki, yaxşı, 2 nəfərli otaq çoxdur, amma bir dənə çoxdur. Yəni əgər bizdə n dənə 3 nəfərli otaq varsa, n üstə gəl bir dənə 2 nəfərli olsun. Niyə müəllim 1 gəldi üzərinə? Dedim, axı 50 dəfə eyni şey. Deyirəm ki, 2 nəfərli otaq nə olsun? Çox olsun, razıyam sizlə, amma bir dənə çox olsun da. Çünki niyə? Pul az getsin. Nə qədər 2 nəfərli otaq çox olsa, pul o qədər çox gedəcək. Çünki hər dəfə 2 nəfərliyə 40 manat çox gedir. Bir nəfərə 20 manat düşür. Mən istəyirəm ki, fərq az olsun. O da 1, minimum 1. Yəni ikisi də bərabər olsa yenə də çox olmadı. Məcburən 2 nəfərli bir dənə çox götürdüm. Onda mən fikirləşirəm ki, 2 nəfərlik var idi, en üstə gəl bir dənə. Onda 2 vurulsun, en üstə gəl 1 nə olacaq? 2 nəfərli otaqlarda qalanların ümumi sayı. En üstə gəl bir dənə otaq var, hərəsində 2 nəfər. 2 vurulsun, en üstə gəl 1. Bir də 3 nəfərli otaqlar n dənə idi. Hərəsində 3 nəfər qalsa, bu da 3n. Ümumi 47 nəfər yoxdurmu? Yazdım bərabər 47. Bu oldu 2n üzərinə gəlir ki, üzərinə gəl 3n bərabər 47. 5n bərabər 45, n bərabər 9. Demək ki, n dənə 3 nəfərli, n dənə yox, 9 dənə 3 nəfərli, 10 dənə də nə oldu? 2 nəfərli oldu. Yəni 2 nəfərli çox oldu, amma bir dənə çox oldu. Niyə müəllim bir dənə yenə başlayır? Onda mən fikirləşirəm ki, burada ən az neçə manat xərcləməliyəm? 2 nəfərli otaqlara 10 dənə otaq var, 40 manat verirəm. 3 nəfərli otaqlar 9 dənə idi, ona da 50 manat verirəm. Oldu nə qədər? 4 üzərinə gəl, 450, 850 manat pul verdim. Çox super məsələdir amma. Gəlin səmimi olaq. Bu buraxılışın ən çətin sualı kimi məncə düşə bilər. Bəlkə ən çətin sual kimi də vermədilər. Çünki dəhşət çətin deyil, amma çox super sualdır. 7-ci suala bizə deyir ki, bir işi təklikdə 10 gündə bitirən bir usta bu işi bitirmək üçün işləməyə başlayır. 2 gün sonra şagirdi də işə kömək etməyə başlayır və müəyyən müddətdə işi birlikdə bitirirlər. Ustanın bu işdə cəmi 8 gün işlədiyi məlumdursa, şagird təklikdə işi neçə günə bitirə bilər? Çox gözəl sualdır, amma çətin deyil məncə. O biri suallara baxanda. Usta 10 gündə işləsin, şagird isə nə olsun? T gündə işləsin. T gündə bitirsin yəni. Deyir ki, usta cəmi 8 gün işləyib. Məsələn, mən belə yanaşa bilərdim. Usta əgər 8 gün işləyibsə, işin 10-da 8-in gördü. Çünki usta 10 günə işi bitirir. 8 günə işin 10-da 8-in gördü. Şagirdi isə T günə bitirirdi. Bəs şagird neçə gün işləyib? Usta 8 gün işləyibsə, şagird 6 gün işləyərdi. Çünki niyə? Şagird 2 gün gec gəlib. Ustadan 2 gün az işlədi. Və bərabər 1. Niyə 1? Çünki işin bitməsini bu cür tapırıq da. Bərabər 1 deyəndə iş bitmiş oldu.
Buradakı nəyi başa düşməlisiniz? Bilməlisiniz ki, usta x gün işləsə, şagirdi x minus 2 gün işləyəcək. Çünki həmişə 2 fərq olmalıdır. Şagird gec gəlib. Bundan sonra da məsələ bitdi artıq. Çünki bu asan sual idi. Yəni belə düşünün, 7 sualın hamısı çətin olmur ki imtahanda. 2-3 dənəsi asan olur. Buradan bunu atarıq sağa. Ona görə sualları elə seçirəm ki, hamısı da çətin olmasın. Düzdür, bəlkə bu da çox çətin sualdır, bilmirəm. Məncə amma çətin. İzahı yəni çətin deyil ən azından. Çarpaz vurarıq burada uşaqlar. 2t bərabər 60, t bərabər 30. Deməli, şagird təklikdə 30 gündə işi bitirərdi. Ümid edirəm faydalı oldu uşaqlar. Videonu bəyənməyi, paylaşmağı, şərh yazmağı, kanala da abunə olmağı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənədək.